İçi doldurulmuş badımcan turşusunu hər kəs hazırlaya bilmir, eyni zamanda çətinlik çəkir. Ona görə də əgər badımcan turşusu sevirsinizsə, evdə hazırlamağa çətinlik çəkirsinizsə, bu üsulu hazırlaya bilərsiniz. Badımcanları ilk öncə yuyuram, daha sonra baş hissəsini keçirib qabıqlı şəkildə 4 yerə bölürəm. 4 yerə böldüyüm badımcanı da ortadan 2 hissəyə bölüb suya əlavə edib bir buxum qaynamağa buraxıram. Biraz yumuşaldı, bəs edir. Bu arada isə digər ərzaqları doğramağa davam edirəm. Biber istifadə etmişəm, rəngli biberlərdən istifadə etdim. Mən bu biberləri doğradım. Qazana əlavə etdim. Siz istəyə uyğun olaraq xırda, böyük şəkildə doğraya bilərsiniz. Bir ədəd də acı istot əlavə etdim. Əgər acı sevirsinizsə, acını artıra bilərsiniz. Daha sonra sarımsaqları doğradım. Təxminən 9 diş sarımsaq istifadə etdim burada. Göyərti olaraq isə cəfəridən istifadə etdim. Nanə, kərəviz də əlavə edə bilərsiniz. Doğradığım bütün ərzaqları hər birini qabın içərisinə əlavə edirəm. Badımcana qaynayır. Mənim badımcanlarım çox bərk idi. Ona görə biraz belə qaynatdım. Daha sonra isə badımcanları qaba yığıb suyunu süzürəm. Suyunu süzmək üçün ağır bir qab qoyuram. Təxminən 2 saat saxlayıram. Suyun süzdükdən sonra isə badımcanı götürüb doğradığım tərəvəzlərin içərisinə qatıb, üzərinə duz əlavə edib yaxşı-yaxşı qarışdırıram. Daha sonra qarışdırdığım badımcanı bankalara doldururam. Məndə 2 banka oldu. Bankaya doldurduqdan sonra üzüm sirkəsi üzəri dolana qədər əlavə edirəm. Üzüm sirkəsini əlavə etdikdən sonra ağzını bağlayıb yırğalayıram ki, içərisində olan duz hər bir hissəyə qarışsın. Bu da bizim son nəticə. İzlədiyiniz üçün təşəkkür.